Uşaqlar, bugün danışacağımız mövzular if, elif, else, yəni şərt operatoru və dövr operatoru. Dövr operatorları while və for olmaqla iki dənə dövr operatorundan danışacağıq. Amma əvvəlcə başlayırıq şərt operatoru haqqında danışmağa. If, elif, else mövzumuzun başlığı bu şəkildədir. Əvvəlcədən deyim, bu mövzuların hər üçü Udemy-də izah olunub, onu da sürətli şəkildə sizə göstərəcəm. Baxın, burada bölməni görürsünüz onsuz da. Bölməmiz paragraf 13-dən başlayır, bölmə 14-dür. Aşağıya doğru düşdük. Şərt operatoru 13.5, paragraf 13.6 dövr operatoru while və dövr operatoru for. Burada müxtəlif testlər görəcəksiniz, tapşırıqlar görəcəksiniz. İndi bəzilərini burada dərsdə də göstərəcəm. Mütləq videoya baxanda videonu saxlayın. Burada göstərilən kodları mütləq şəkildə özünüz eləyin. If, elif, else bir dəfədə təkrar baxıb sonra sınağı yazarsınız. İndi bunu bağladım və şərt operatoru ilə başlayırıq. Birinci növbədə, əvvəl dediyim kimi, şərt operatorunun işləmə forması alqoritmdəki budaqlanan alqoritmin işləmə forması və ya məntiqi ilə birbaşa eynidir. İlk olaraq sadə bir şeylə başlayırıq. A bərabərdir 10 kimi birbaşa bir qiymət verirəm və ən bəsit formada sadəcə if yazacağam, else yazmayacağam. If A bölünsün, şrifti də dəyişim, bölünsün 2 bərabər 0 yazıram, 2 nöqtəni qoyuram, enter ilə düşürəm aşağı, yazıram cüt və ya sadəcə c yazacağam, cütün c-si, belə. Və əgər bu kodu işə salsaz, bu şəkildə bir nəticə əldə edəcəksiniz. Bu natamam forma adlanır. Şərt operatorunun natamam forması. Siz bunu davam elətdirə bilərsiniz. Bu budaqlanan alqoritmdə yox qoluna uyğun olacaq. Enteri vururuq, else yazırıq. Yəni əks hal, else'in qabağında heç bir şərt yazmırıq. Yazırıq print. Məsələn, bu da nədir? Tək. Təkin tılsını yazdım. Və yenə bu formada işə salsaq, təbii ki, 10 olduğuna görə c çap eləyəcək. Amma bunu misal üçün 7 ilə əvəz eləyəsi olsaq, bu zaman tək t çap eləmiş olacaq. Python'da orta məktəb kitablarında else hissəsi olmayanda if'in natamam hissəsi olaraq veriblər bunu. Yəni hesab oldu, olmadı fərqləndirməyiblər. Sadəcə else olmayanda belə yazıblar orta məktəb kitabında. Düz nəzəri bir şeydir, imtahana çox düşəcək bir şey deyil. Yazıblar ki, else yoxdursa, bu şərt operatorunun natamam forması adlanır. Elə Udemy-də əvvəl demişdim sizə, bir neçə dəfə demişəm, orta məktəb dərsliklərinin PDF variantları sarılanmış formada var. Elə oradan da onlara mütləq şəkildə baxın. Hər nə qədər düşmə ehtimalı az olsa da baxmaq lazımdır. İndi uşaqlar, keçirik digər bir məsələyə. Deməli, bu mövzunu öyrənəndə, Udemy-dən də videoya baxanda mütləq bunu blok sxemlərlə qarşılaşdırın. Bax, bunu belə bəsit bir formada belə yazıram. A bərabərdir 7. Gəldik bura. Şərt A böl 2 bərabərdir 0. Hər qoluna gəlirik. Burada yazırıq cüt. Yox qoluna gəlirik. Burada yazırıq tək. Səliqəsiz çəkdim, yəni mahiyyətini bilirsiniz. Ona görə çox dərinliyinə getmədim. Onsuz da burada da normalda A bərabərdir 7 yazmışam. Amma daha yaxşı olar ki, A bərabərdir. Məsələn, integer input şəklində yazıb, sonra qiyməti özümüz daxil edək. İndi vaxt getməsin deyə bu formada yazıram. Gəlin bunu bir dəfə göstərim. Yəni, standartda daha yaxşı olması üçün belə yazsaz, yaxşı olar. Integer input. İstəsəz burada dırnağın daxilində bir A bərabərdir də yaza bilərsiniz. Bunlarda təbii ki, özünüz bir kod yazanda təhcüd uzun-uzun yazsanız daha yaxşıdır. İndi dərs çox uzanmasın deyə yazdım belə. 12 yazdım, verdi cüd. İndi təzdən işə saldım, 15 yazdım, verdi tək. Bu belə. İndi uşaqlar, keçirik digər bir məsələyə. And. Elə bunun üzərində də yaza bilərik. Bax, natamam formada göstərəcəm. Onsuz da bunun mənasını bilirsiniz. And, or, not. Bunlar verilənlər bazasında nə idisə, eyni formada burada da istifadə olunur. İndi belə deyirəm, bax, if-in qabağında yazmışam A böl 2 bərabər 0-dırsa. Bir dənə bura yazıram and,
və A böyükdür 0-dırsa. Belə. Və ya biraz daha fərqli olsun. A böyükdür, məsələn, 99-dursa. Bax, hal-hazırda burada olan, məsələn, bura yes yazaq. Buradan yes çap olunması üçün and yazdığımıza görə hər iki şərt ödənməlidir. Məsələn, belə yazdıq. 110. Amma ki, misal üçün nə yaza bilərik? 50 yazsaq, heç bir şey çap eləmir. Niyə? 50-də bu şərt ödənmir və else yazmamışıq. And'in mahiyyəti bu. Amma bura or yazsaq və yenə 50 daxil eləyəsi olsaq, bu zaman yes çap eləyəcək. Niyə? Çünki yenə verilənlər bazasında olduğu kimi orada şərtlərdən bir dənəsində ödənməsi yetərlidir. Yəni 50 cüt olduğuna görə ikinci tərəf ödənməsə də şərtin doğru olduğunu qəbul edirik və bu print komandası yerinə yetirilir. Uşaqlar, bunun üstünə çox qalmıram. Dediyim kimi verilənlər bazasında nə idisə eyni şeydir. Nəyinsə qabağına not yazsaz, məsələn bir şeyin cüt olduğunu belə bu şəkildə yoxluyursunuzsa, qarşı tərəfinə bir dənə boşluq qoyduq. Not yazası olsaz, yəni bu nədir? Cütdürsə, not qoyduğumuza görə təkdirsə olacaq. İndi baxın, 17 yazdım bura, yes çap elədi. Yəni cütü inkar eləyir. Cüt olmayan kimi fikirləşə bilərsiniz sadə formada. Və bu hissədən danışacağım bu qədər. Gedirik növbəti hissələrə. Baxın, burada müxtəlif tapşırıqlar qoymuşam. Bu Udemy'də də var. Elə burada da bu videonu da saxlayıb özünüz həll edə bilərsiniz və ya Udemy'dən də baxa bilərsiniz. Udemy'dən baxanda belə deyin. Birinci növbədə mənim izahıma baxmamışdan əvvəl mən bunların hamısının həllini vermişəm Udemy'də. Özünüz bir həll eləməyə cəhd eləyin. Həll eləsəz də, eləməsəz də sonra videonu davam elətdirin. Ola bilər ki, sizin yazdığınız üsul fərqli, mənim yazdığım üsul daha fərqli ola bilər. Bir məsələn olsa bir neçə üsulla həll eləmək olur. Mağazada qiyməti 100 AZN və daha aşağı olan məhsullar üçün 5%, 100 AZN-dən bahalı məhsullar üçün 10% endirim tətbiq edilir. Qiymət daxil edildikdə endirimdən sonraki məbləği hesaplayan proqram yazın. Uşaqlar, düşünürəm ki, bir çoxlarınız üçün asan bir tapşırıq olacaq, amma istəyirəm ki, sürətli şəkildə bunu yazaq. Qiymət, Q deyəcəm buna, bərabərdir. İndi baxın, mağazada qiymət 100 AZN və daha aşağı olan məhsullarda 5% endirim var, 100-dən yuxarıdırsa 10% endirim var. İndi mağazalarda bir çox hallarda məhsulların qiyməti qəpik ilə olur. Ona görə baxın, bu tip testləri yazanda çox diqqət eləməlisiniz burada. Qiymət bərabərdir, float şəklində yazıram. Integer yazsam, integer input yazsam, int input yəni yazsam, o zaman kəsir ədədindən, məsələn, tutaq ki, nəyinsə qiyməti 9 manat 90 qəpikdir. O zaman problem çıxacaq. Ona görə float input şəklində yazın. Amma indi kod yazma tapşırıqlarında işləyəndə deyəcəm bunu. Hardasa görsəz ki, tam ədəd, natural ədəd, məsələn, içində elə bir şeylər qoyulub, o zaman integer input şəklində yazmağınız daha yaxşıdır. Burada da qiymət bərabərdir şəklində bir qeyd qoyuram və düşürəm aşağı. If şərtimi qoyuram. Şərtim nədir? Deyir ki, 100 AZN və daha aşağı. Əgər qiymət kiçikdir, bərabərdir, baxın, diqqətlə oxumalısınız burada, 100 AZN və daha aşağı. O zaman birbaşa print vermək istəyirəm, bundan 5% endirim eləyəcək də. Nətər yaza bilərəm? Qiymət vurulsun 0,95 olur belə. Baxın, riyazi olaraq nəsə səhv eləsəm deyin mənə. Deməli, 100 AZN və daha aşağı dediyinə görə kiçik bərabərdir yazdıq. Vuraq 0,95, 5% endirim elədik, 95%-i ödənəcək. Və gəldik bura. Burada da else yazıram. Else nə olacaq? Yerdə qalan hallar. Yəni 100 manatdan böyük olan hal. Burada da print yazıram. Qiymət nə olacaq bu? 10% endirim ediriksə 0,9 düzdür. Vurulsun 0,9. Hə, belə. Və gəlin elə 100 manatdan bunu bir yoxlayaq. 100 manatda 95 manat verməlidir. Hə? Belə. Bu şəkildə. Və yenidən bir dənə də işə salıb, bu dəfə 200 manatdan yoxlayıram. Nə olur? 20 manat endirim olsa 180 manat. Buradan da nəticəni bu şəkildə verməlidir. Bəli, bu məsələ və bundan sonraki məsələlərin hamısı, bunların hamısı Udemy'də var. Burada bir dənə nümunə də var. Bu sonuncuya xüsusilə baxarsınız. İndi burada uşaqlar, bu sadə idi. Giriş hissəsidir onsuz da. Ümid edirəm ki, hər kəs üçün aydındır. Mütləq şəkildə özünüz məşq eləyəndə, işləyəndə sadədən mürəkkəbə doğru
gedərsiniz. Yəni bunu ötürüb o dəqiqə çətin olanlarından başlamayın. Birinci bir sadəni yazın, əliniz öyrəşsin. Ondan sonra keçin digər, biraz nisbətən çətin olanlarına. Gəldi ikinci məsələyə. Mağazada endirimlər belədir. Burada şərtlərə diqqət edin. Qiyməti 100 manat və daha aşağı olan məhsullar üçün 5%, qiyməti 100-200 AZN olan məhsullar üçün 10%, qiyməti 200 AZN-dən çox olan məhsullar üçün 20% endirim edilir. Və endirimdən sonraki yenə məbləği hesablayan kod yazmalıyıq. Aşağıya doğru düşürəm. Burada da yenə eyni şey verilib, amma burada daha çoxdur. Bölgü daha çoxdur. 100 AZN və daha aşağı olan məhsullar üçün 5%, 100-200. Bax, bu biraz daha uzundur, ona görə bunu gəlin yazaq. Burada elifdən istifadə edəcəyik. Uşaqlar, mövzumuzun adına baxın. Şərt operatoru if, elif, else. Else-in qarşısına şərt yazmırıq. Bir neçə dənə elif ola bilir, bəli. Burada böyük ehtimal ki, bəli, bir neçə dənə elif olacaq. If bir dəfə, elifləri istədiyimiz qədər istifadə edə bilirik və ən sonunda else-lə də bağlaya bilirik. Və hansı idi? Bu nömrə 3 idi, hə? Nömrə 3. Yaxşı. Başladıq. Yenə bayaqki kimi qiymət bərabərdir. Plat, input, buradan yenə dırnaqda qiymət bərabərdir yazacağım. Və ilk şərtimiz qiymət 100 AZN və daha aşağı olan məhsullar üçün. If yazdım, qiymət kiçikdir, bərabərdir 100 AZN və daha aşağı. Ona görə bərabərlik qoydum. 100. Bayaqki qayda ilə yazıram. Print, qiymət vurulsun. Neçə faizdir? 5%. 0,95 yazdım. İndi baxın. Gəlirik elifə. Elif nədir? Else və if-in birləşməsidir. Hə, bəli. Qiymət kiçikdir, bərabərdir 200 yazacaq. Yəni, if ödənmirsə, amma bu ödənirsə deməkdir. Yuxarıdakı ödənmirsə, amma bu ödənirsə deməkdir. İkinci nədir? 100-200 arasında olarsa qiymət kiçikdir, bərabərdir. 200 yazırıq. Partiya baxın. 200-ün özü daxildir. Ona görə bərabər yazdım. 2 nöqtəni qoydum. Düşdüm aşağıya və print, qiymət vurulsun. Burada 10%-dir endirimimiz 0,9. Hər ikisini necə ödəyə bilər? Hansı ədəd var ki, hər ikisini ödəsin? Həm 100-dən kiçik olsun, həm də 100-dən 200 arasında. Onsuz da if ödənsə, elifə düşmür. If ödənirsə, elifə düşmür. Yəni, ikisinin ödəməsi deyə bir şey yoxdur. If, elif, nə qədər istəyən yazda elifləri, else şəklində bir yazılış eləmisənsə, bu ödənirsə və salam, proses bitir. Ona görə yəni həm bunun, həm də bunun eyni vaxtda ödənmə kimi bir halı yoxdur. Misal üçün biz buna 50 manat versək, normalda bura if-ə, elifə baxmasaq, təkcə bunlara müstəqil baxsaq, 50 manatda bu da ödəyir, bu da ödəyir. Amma normalda if, elif, else-in işləmə məntiqi o deyil. İndi birazdan işə salıb göstərəcəm. 50-dirsə, bu ödənir, 95-ini tapdı və salam, bitdi. Digərlərinə baxmayacaq. Bunlar qrup şəklindədir. Biri ödəndirsə və salam. Davam edirik. Deməli, 10% yazdıq. 200-300 arasındadırsa. Bir dənə də gəlirəm. Elif yazıram. Bu dəfə nə yazacağım? Qiymət kiçik bərabərdir. Kiçikdir, bərabərdir. 300. 2 nöqtəni qoyduq. Print, qiymət vurulsun. Nə qədərdir? 20%. 0,8. Və qiyməti 300 AZN və daha çox olan, bax, başqa bir ehtimalımız qalmayıb. 300 və aşağı olanlar, 300 AZN-dən çox olanlarda da 30%. Onda bura yazıram else, print, qiymət vurulsun 30%, 0,7 şəklində. 0,7 şəklində. Nə yazmışsınız mesaj bölməsinə? Qiymət mənfi olacaq. Ondan bağlı danışarıq. Qoy bir dənə bunu əlavə eləyək, bitirək. Əgər biz dimin, belə deyək, testlərini yazırıqsa və ya tutaq ki, imtahanda kod yazma tapşırıqları həll ediriksə, o tip şeylərə baxmırıq. Amma professional kod yazırıqsa baxırıq. Yəni, hələ ki bizim elədiyimiz şey sırf imtahana
hazırlıqdır. Hə, əgər qrup yaradırıqsa, kimin sualıdır Leylanın? Əgər qrup yaradırıqsa, if-lə başlayırıq, eliflərlə davam edirik. Elifləri artıra bilərik. 5 dənə, 6 dənə artıra bilərik. O problem deyil. Else-lə də bağlayırıq. Yəni bu məntiqi bir ardıcıllıqdır, yazılma qaydasıdır. Else yazmaya bilərik. Məsələn, elə bir məsələ olar ki, məsələn, digər hallar üçün ümumiyyətlə endirim nəzərdə tutulmayıb və ya hansısa bir məsələ tipində else yazmaya bilərik. Yəni digərləri olmadıqda. Mütləq deyil, yox. Amma məntiqi olaraq məsələlərin demək olar ki, böyük əksəriyyətində else ilə bağlayırıq. Olmaya da bilər. Bayaq necə ki, burada if-i tək yazmışdım, natamam forması dedim. Onun kimi, məsələn, burada da saxlaya bilərik. Burada saxlayası olsaq, məsələn, 500 manat verəsi olsaq, girişi bu ödənməyəcək, bu ödənməyəcək, bu ödənməyəcək və heç bir şey çap olunmayacaq. Amma else ilə bağlayanda daha məntiqli və sağlam bir test olur. İndi gəlin, da yuxarı hissəni hamı tanış oldu da, oxuduq. Ona görə bu kodu biraz belə yuxarıya doğru çəkəcəm. Bu nəticəni də yaxşı görək deyə buranı da böyüdürəm. Baxın, indi diqqət eləyin. Baxaq görə hər şeyi düz yazmışıq. Nəysə, yoxlayaq da onsuz da səhv varsa xəta verəcək. Birinci növbədə 100 yazıram. Baxın, əslində normalda biz bu if, elif, else məntiqinə baxmasaq, təkcə buna baxsaq 100-ü verəndə bu da ödəyir. 100-ü verəndə bu da ödəyir. 100-ü verəndə normalda bu da ödəyir. Amma if, elif, else bunun işləmə məntiqi odur ki, hər hansı biri if və ya eliflərdən hər hansı birinin şərti ödəndisə, prosesi saxlayır və qrupdan çıxır. Yəni bunlar hamısı bir yerdə vahid bir qrup kimi fəaliyyət göstərir, işləyir. İndi baxırıq, buradan enteri vurdum. Bax, avtomatik olaraq. İndi gəlirəm, bax bura. Bu 150 manat olsa bura düşəcək. Düzdür, elifə düşəcək. 45-ci sətrə düşəcək. Gəlirəm bura. 150 manat yazıram və işə salıram. Burada artıq 90%, 15 manat çıxmalıdır, düzdür? Bunun 10%, yox. Hə, 150-nin 10%, 15 manat çıxmalıdır, bəli. Və nəticəni bizə verdi. İndi gələk bura, bu hissəyə. Burada da 250 yazaq və ya 300 yazaq. Delə 300-ün özü də bura aiddir. 300 yazaq və 240 manat verdi bizə. Və gəldik növbəti hissəyə. İndi else düşməsi üçün gəl 500 manat ya da 1000 manat verək. Daha böyük bir ədəd olsun. 1000 manatlıq hansısa bir məhsul. Onu da düşdü bura. Yəni 300-dən böyük olanların hamısı üçün bu şəkildə yazılıb. Eliflə bitsə natamam deyil. Yəni normalda o nəzəri bir şeydir deyə o barədə bir şey demək istəmirəm. Orta məktəb kitabında sadəcə bunu belə tək verib onda if-in natamam forması deyiblər. Onunla bağlı hansısa bir qayda, hansısa bir tərif görməmişəm. Amma çox da önəmli bir şey deyil də, onsuz da məntiqi bir şey deyil. Hansısa kitabda nə formadasa bir yanaşma ola bilər onunla bağlı. Orta məktəb kitabında olmayan onsuz da nəzəri şeylər də salmırlar. Ona görə orada bir problemimiz olmaz. İndi uşaqlar, baxın, bunun sadəsi məsələ 2-dir. Siz əvvəlcə məsələ 2-ni yazarsınız, sonra gələrsiniz, bu məsələ 3-ü işləyərsiniz. Bunu silirəm və düşürük aşağı hissəyə. Bunu sizə göstərəcəm, məntiqini izah edəcəm, amma ev tapşırığı kimi götürəcəksiniz özünüz. Belə kodu da bir sürətli bir formada göstərərəm sizə. Amma istədiyim odur ki, özünüz hətta yaxşı olar ki, buradakı üsuldan yox, biraz daha fərqli yazmağa çalışasınız. Pythonda kodlar yazanda mütləq şəkildə yoxlayın, əmin olun ki, düzdür. Yəni bəzən kağızda yazırlar, kağızda yazmayın. Telefonda Google-da online Python yazsanız, mən onsuz qruplara göndərmişəm müxtəlif linklər. Google-da online Python yazsanız, müxtəlif saytlar çıxır, girin orada yazın. Telefonda da, kompüterdə yazma olur. Yazın və yoxlayın, əmin olun ki, həqiqətən düz yazmışsınız, nəticələri düzgün verir. İndi gəlin bunu bir dənə sadəcə başa düşək ki, tam məntiqini anlayaq, rahat yaza biləsiniz evdə. Mağazada qiyməti 100 AZN və daha aşağı olan məhsullar üçün 5%, 100 AZN-dən bahalı məhsullar üçün 10% endirim tətbiq edilir. Bu, ən başda baxdığımız ən sadə məsələmiz var idi, odur. Bura qədər, hələ ki. İndi baxın buna. Əlavə olaraq bütün məhsullar A və B olmaqla 2 kateqoriyaya ayrılır. A kateqoriyalı məhsullar üçün endirimdən sonraki qiymətdən 10 AZN, B kateqoriyalı məhsullar üçün 20 AZN çıxılır. Mağazada ən ucuz məhsulun ilkin qiyməti 50 manatdır deyir. Bu da əlavə qeyddir. İndi bunu başa düşməyə çalışıram. Əgər məhsulun qiyməti
200 manatdırsa, şərtə görə, bax 100 və daha aşağı olanda 5%, 100 manatdan bahalı olanda 10%. Onda bu 10%lik endirmə düşür. 10%lik endirimdən sonra bunun qiyməti olacaq 180 manat. Bir də bütün məhsullar A və B olmaqla iki kateqoriyaya ayrılır. Əgər bu məhsul A kateqoriyasındadırsa, o zaman A kateqoriyası üçün endirimdən sonraki qiymətdən 10 aziyən çıxılır. A kateqoriyasıdırsa 180 çıxılsın 10-la, yekunda müştəri bunun üçün ödəməlidir 170 manat. Amma bu məhsul B kateqoriyasıdırsa, B-də nə deyir? 20 manat çıxılacaq. O zaman da 180 çıxılsın 20, ödəməli olacaq 160 manat. Yəni burada iki etaplı bir proses var. İkinci etapın özündə də iki dənə ayrı-ayrı hal var. İki dənə ayrı-ayrı hal var. Bura qədər nəsə anlaşılmayan bir şey var. Koda baxmayın. Sadəcə məsələnin mahiyyətinə baxın. Nəsə aydın olmayan bir şey varsa deyin. Yaxşı. Onda belə eləyəcək uşaqlar. İndi mən sizə kodu göstərim, amma siz onu çalışarsınız ki, buradakı kimi yox. Ən başda baxdığı əndlər, orlar. Onlardan istifadə edib yazarsınız ki, o əndlərə, orlara da öyrəşəsiniz. Mən burada nə demişəm? Demişəm ki, qiyməti daxil elə. Standart. Sonra demişəm ki, kateqoriyanı daxil elə. Kateqoriyada A və ya B olmalıdır. Sonra gəlmişəm bura. Deyirəm ki, əgər qiymət 100 və daha aşağıdırsa, 5% endirim elə. Yığı deyim şey yeni qiymətdir. Sonra təzədən soruşuram, if, əgər, içərisində baxın. Təzədən soruşuram ki, deyirəm ki, kateqoriya A-dırsa, o zaman 10 manat, o yeni qiymətdən bir də 10 manat çıx. Bayaq elədiyimiz məsələ var idi. Buradakı kimi. A-dırsa bir də 10 manat çıx. Sonra gəlib else halına nə qalır? B kateqoriyası. Ya A-da ya da B-də də. Əks halda deyirəm 20 manat çıx. İndi bir dənə buna diqqətlə baxın. Baxın, burada bir dənə if var. Bunun else'i budur. Özü ilə eyni səviyyədə olan bu. Belə baxın. Bunun else'i budur. Yəni, əgər məhsulun qiyməti 100 manatdan kiçik və ya 100-ə bərabər deyilsə, buradakıların heç birinə baxmayacaq və birbaşa düşəcək bu else. Onda demək ki, bu 10%li endirmə düşür. Bundan sonra yenə də eyni formada davam eləyəcək. Kateqoriyanı soruşacaq. Deyəcək ki, kateqoriya A-dırsa 10 manat çıx. Else, yəni əks halda, yəni kateqoriya B-dirsə 20 manat çıx. Baxın, siz bunu necə eləyə bilərsiniz? Siz bunu bir dənə if yazıb, deyirsiniz ki, bu if qiymət kiçik bərabərdir 100, and kateqoriya A-dırsa, o zaman qiymət vuraq 0.95 çıxılsın 10. Aşağıdan bir dənə də if və ya eliflərlə davam eləyə bilərsiniz. Deyə bilərsiniz ki, qiymət budur, and kateqoriya B-dirsə, o zaman vur 0.95, elə birbaşa. Qiymət vur 0.95 çıxılsın 20. Bax, mənim yazdığım üsula da baxarsınız Udemy'dən bir də. Bir də mütləq praktika olsun deyə andlərlə bunu başqa bir formada da yazarsınız. Bir də mütləq şəkildə bu mövzunun təkrarına baxanda, videosuna baxanda nəzərə alın. Beyninizin bir tərəfində həmişə olsun ki, bu yeni bir şey deyil. Sadəcə yazılış qaydaları yenidir. Blok sxemlərdə işlədiyimiz o if hansı məntiqlə işləyirsə, şərtlər hansı məntiqlə işləyirsə, burada da yenə eyni şey olacaq. Eyni formada olacaq. Belə. Bu if, elif, else idi. İndi bunu bağlayacağım. Və keçəcəyik dövrlərə. Dövrlərdə birinci bizim yaxşı tanıdığımız while dövrü. Yaxşı tanıdığımız niyə deyirəm uşaqlar? Çünki while dövrü blok sxemlərdə işlədiyimiz dövrün tamamilə eynisidir. Blok sxemlərdə olanın birə-bir kopyasıdır, Python variantıdır. Sadəcə while-in qabağında bir dənə şərt yazırıq. Blok sxemlərdə olduğu kimi şərt ödəndiyi müddətcə dövr davam edir. Çox sadə bir şey yazacağım. A bərabərdir 5. Gəlirəm bura. While yazdıq. Bir dənə boşluq buraxdıq. Deyirəm ki, nə qədər ki A kiçikdir 10, 2 nöqtə, A bərabərdir A plus 2, 3 deyək. Və buradan çıxıb yazırıq print A. Belə bir şey yazdım. İndi bunu adicə alqoritm kimi fikirləşin. While nə qədər ki A 10-dan kiçikdir, üstünə 3 gəl.
Bax, hal-hazırda 5-dir. Gəlib yoxlayacaqsınız. Şərt ödənəcək. Düşəcək aşağı, 5-in üstünə 3 gələcək. Və alacaq 8. Bundan sonra 8-i gətirib burada yoxlayacaq. Baxacaq ki, 8 kiçikdir 10. Bir dənə də üstünə 3 gəlib, alacaq 11 və 11 alandan sonra artıq şərt pozulacaq. Bunu bir işə salaq, yoxlayaq, belə. İndi bir dənə də riyazi olaraq, tutaq ki, bu mənə test olaraq qarşıma çıxıb, bu şəkildə. A bərabərdir 5, baxıram 5 şərt ödəyir, bəli. 5 plus 3-lə A olur 8, 8 şərt ödəyir, 8 plus 3-lə A olur 11, 11 şərt ödəyir, yox, bitdi, çıxdıq. Bax, tam olaraq birə-bir alqoritm. Heç bir dəyişən bir tərəfi yoxdur. Yazılış qaydasından başqa. Yazılış qaydasında öyrənməkdən ötürü nə edəcəyik? Çoxlu praktika eləyəcəyik. While yazdıq, boşluq buraxdıq, şərti qoyduq, 2 nöqtə və enter. Artıq burada nə əməliyyat olacaqsa, həmin əməliyyatları yazırıq. Elə bunun kimi tam eynisini yazmayın. Bunun kimi sadə bir şey yazıb başlayarsınız. Sonra keçərsiniz birinci məsələyə. Daxil edilmiş natural ədədin faktorialını hesaplayan proqram yazın. Baxın, məsələlər işləyəndə, indi kod yazma tapşırıqlarına da bu yaxında başlayacaq. Bəli. Məsələlər işləyəndə natural ədəd deyirsə, Pythonda mütləq integer input şəklində başlayın. Bax, kimsə fikirləşə bilər ki, tam ədəd daxil eləyəcəyik, mən float da versəm, yenə tam ədəd yazmaq olur. Düzdür, yazmaq olur. Float versən, tam ədəd də yaza bilirsən, nöqtəli ədəd, yəni həqiqi ədəd də yaza bilirsən. Amma baxın, sən bu tip bir məsələ işləyirsən imtahanda, ki, imtahanda belə asan bir şey düşən deyil bu arada. Bunu integer input şəklində yazırsansa, artıq kodu yoxlayan adam deyir ki, hə, bax, bu natural sözünə fikir verib və ya tam ədəd sözünə fikir verib integer yazıb. Amma məsələ sənə ədədin tipini demirsə, mütləq float yazacaqsan. Həqiqi ədəd deyirsə, yenə mütləq float yazacaqsan. Ən çox bunu soruşurlar. Deyirlər, birdən məsələdə deməsə növ, onda mütləq float yazırsan. Çünki float yazanda natural ədəd, kəsr ədəd, nöqtəli ədəd, məsələn 5/7 də verə bilərsən, 5 də verə bilərsən. Amma xüsusilə tam ədəd, natural ədəd gördün, tez yazırsan, n bərabərdir. Dəyişənin önəmi yoxdur. Integer input. Bu mötərəzənin içində mən adətən bunları yazıram. Görmüsünüz, digər dərslərdən də görmüsünüz. Bu da önəmli deyil, boş da buraxa bilərsiniz. Sadəcə aşağıdan mənə nə istədiyini yazır, ona görə bu formada yazıram, daha səliqəli olsun deyə. Amma hesablamaya heç bir təsiri yoxdur. Hə, nə yazacaq? P bərabərdir 1 yazacaq. Vurma ilə elədiyimizə görə və nə qədər ki n böyükdür 0, başladıq, while nə qədər ki n böyükdür 0, gəldi aşağı, P bərabərdir, P vurulsun n və n-i bir-bir azaltmalıyıq. N bərabərdir, n çıxılsın 1. Buradan da yazırıq print P. Və bir dənə sürətli şəkildə bir 5 ilə yoxlayaq görək, bir səhvimiz yoxdur ki, yoxdur. 120-ni verdi. Yenə riyazi olaraq alqoritmlərdə, blok sxemlərdə gördüyümüz əməliyyatdır. Yəni, ümumi yazılışa baxarsınız. Burada bizim elədiyimiz, əslində baxın, 5 üçün fikirləşin. Bunun elədiyi şey budur. P1-dir də, 1 vur 5, vur 4, vur 3, vur 2, vur 1. Bu nə eləyir? Bu şəkildə gedir. Amma 1, vur 2, vur 3, vur 4, vur 5 kimi də geçsəz, yenə də təbii ki, vuruqların yerini dəyişirsiniz, nəticə dəyişməyəcək. Sadə forması belədir, bəzən belə eləyirlər. Bir dənə i bərabərdir 1 daxil eləyirlər və i-ni artıra gedirlər. Nə qədər ki, i kiçik bərabərdir n yazırlar. Heç biri səhv deyil. Amma bir də əlavə i dəyişəni daxil etməkdənsə, bu formada yazmağınız yaxşı olar. Təbii ki, praktika olsun deyə hər iki formada yazsaz, ondan da yaxşı olar. Nə qədər çox fərqli formatlar yazsaz, əliniz bir o qədər daha çox öyrəşəcək və imtahanda da səhv etmə ehtimalınız daha az olacaq. Baxın, bəzən işarələri yazanda səhv yazırlar. Məsələn, böyük bərabərdir yazmaq istəsəz, belə yazmalısınız, kiçik bərabərdir və s. Onlara diqqət eləməlisiniz. Vurmanı ulduzla yazmalısınız. Pythonda mümkün qədər çalışın ki, telefonda, kompüterdə yazıb, sonra da vərəqə köçürəsiniz. Çünki imtahanda kompüteriniz yoxdur. Amma vərəqdə də yazsaz, onun düzlüyünü, səhvliyini bilməyəcəksiniz. Ona görə kompüterdə və ya telefonda yazıb yoxlayırıq.
əlavə olaraq da mütləq sonra dəftərə yazırıq ki, əlimiz öyrəşsin. Verilmiş proqramda dövrlərin sayını və hansı qiymətin çap olunacağını təyin edin. Uşaqlar, hansı qiymətin çap olunacağı adi, normal, standart hesablamadır, adi blok sxemdir. 51 çap olundu. Amma burada bizdən soruşduğu başqa bir şey var. Dövrlərin sayı. Bir dənə diqqət edin, x bərabərdir 2, y bərabərdir 7-dir. Burada siz əməliyyatları aparırsınız. Gəlin bunu bir sürətli şəkildə yazaq. 2 və 7. Hal-hazırda şərt ödəyir. Gəlib buradan qiymətləri yazacağım. X bərabərdir 4 olacaq, y bərabərdir 10 olacaq. Yenə şərt ödəyir. Təzədən gəlirik, 4-ü 2-yə vururuq 8, bu da olur 13. Yenə şərt ödəyir. 8-i 2-yə vururuq 16, bu da olur 16. Bax, ən təhlükəli kahoutlar və s. işləyəndə də bunu görürəm. 16-16-da saxlayırlar. Halbuki burada bərabərlik də var axı. Şərt hələ də ödəyir. Ona görə bir dəfə də dövrə düşürsünüz. 16 kiçik bərabərdir 16. Bəli. 16-nı 2-yə vurursunuz. Olur 32. Bunu da üstünə 3 gəlirik. Olur 19. Sonra ikisini toplayıb çap edirik. Nəticəni usta burada görürsünüz. Və bizdən soruşduğu şey, baxın, dövrlərin sayı. Blok sxemlərdə dövrləri necə sayırdıqsa, burada da elə sayacaq. 1, 2, 3, 4. 4 dənə dövrümüz var. Yaxşı, sizdən soruşuram. Şərtin yoxlanma sayı desə cavabımız? Şərtin yoxlanma sayı. 5 dəfə. Bəli, düzdür. Şərtin yoxlanma sayı 5 dəfə. Niyə 5 dəfədir? Onu da aydınlaşdıraq ki, hamı tam başa düşsün. Baxın, başlanğıcda x və y-in qiymətləri uyğun olaraq 2 və 7-dir. İlk olaraq bu 2 və 7-ni müqayisə eləyir. Bəli, bunları müqayisə eləyir. Sonraki dövrlərdə də 4-ü və 10-u, 8-i və 13-ü, 16 və 16-nı, ən axırda da 32 və 19-u müqayisə eləyir və görür ki, artıq şərt pozulub çıxır. 4 dəfə dövr edir və son dəfə də yoxlayır deyə 4+1 deyə bilərik. Deyə bilərik. Birinci n-i də verib özü. N nə idi? Əvvəlki tapşırıqdan danışırıq. Burada, uşaqlar, bu blok sxemlərdə ön şərtli, son şərtli demişdik. Bu blok sxemlərdə olan ön şərtli dövrü alqoritmə uyğundur. Ön şərtli uyğundur. Ön şərtli dövrü alqoritmdə də həmişə şərtin yoxlanması dövrlərin sayından bir dənə çox olurdu. Burada da ona görə şərtin yoxlanması dövrdən bir dənə çoxdur. İstəyirsiniz belə əzbərə də yadda saxlaya bilərsiniz. Ya da sadə məntiq var da, buradakıların hamısını yoxlayır, bir də ən başdakı qiymətləri yoxlayır. Yəni, oradan ilə məntiqlə əlaqələndirə bilərsiniz. Bu belə. Gəlin bunu təzədən şərhə çevirək və düşək aşağı. Uşaqlar, burada yenə bir dənə tapşırığımız var. Yeni tip tapşırıq deyil. Yenə də blok sxemlərdə biz bunların oxşarlarını, məsələ 3, işləmişik. Nə deyir? Verilmiş proqramda dövrlərin sayını təyin edin. Diqqət eləyin, A bərabərdir 35-dir, B də bərabərdir 2-dir. Bu arada bu 3 dənə dırnağın burada və burada olması, bunu böyük ehtimal ki, mən sizə demişəm əvvəl. Bu şərh, qeyd, bəli, şəklinə salır. Qeyd şəklinə salır. Yəni, bunu kod kimi görmür Python. Burada görürsünüz, hansı ki, diyez var. Diyez olanda bu hissə qeyd formatına düşür. Şərh formasına düşür. Şərh, qeyd yaratmağın başqa bir üsulu da budur. 3 dənə dırnaq açıb bağlayırıq. İndi Python bunu görmür. Yəni, bir əlavə bir mətn olaraq görür. Bəli, Gülayın yazdığı formada indi bunu işləyəcəyik. Deməli, uşaqlar, alqoritmlərdə necə eləyirdik? Deyirdik ki, şərt ödəndiyi müddətcə dövr davam edir. Və dövrün bitməsi üçün bu şərt pozulmalıdır. A böyükdür B-nin inkarı riyazi olaraq A kiçik bərabərdir B halıdır. Və belə deyirik ki, tutaq ki, dövrlərimizin sayı K-dır. K dənə dövr varsa, burada K dəfə 3 çıxacaq, burada da K dəfə 1 gələcək B-nin üzərinə. Və bundan sonra standart bir tənlik yazacaqsınız. Mən axıra qədər getməyəcəm, amma evdə özünüz mütləq bunu tamamlayarsınız. Deməli, A-nın qiyməti nədir? 35. 35 çıxılsın, 3K kiçik bərabərdir. Nə olur? B2-dir.
2 plus k. Bunu sağa sola keçirdiniz, hesabladınız. K-yə nə tapdınızsa, o olacaq dövrlərimizin sayı. Yaxşı, gəlin belə eləyək. Bu işarə burada qalsın. 3K-nı bu tərəfə gətirsək olacaq 4K. 2-ni də sol tərəfə gətirəsi olsaq, minusla gələcək, olacaq 33. Buradan 4K yerlərini dəyişəcəm. Böyükdür, bərabərdir 33. K böyükdür, bərabərdir. Nə olur bu? 8/4 olur. Belə bir şey olur. Yəni dövrümüzdə tam ədəd olduğuna görə normaldır. K bərabərdir 9 olmalıdır. Bir dənə baxın görək nəsə hesablamada bir səhv yoxdur ki. İndi siz bir hesablamanı yoxlayın uşaqlar. Mən də bunu şərh formasından çıxardacağım. İndi tutaq ki bunu və ya bundan daha çətinini kod olaraq və ya test olaraq gördünüz, hesabladınız, nəsə tapdınız. Tutaq 9 yox, 90 aldınız, nə bilim 85 aldınız, nəsə daha böyük bir ədəd aldınız. Amma şübhəsiz, deyirsiniz birdən səhv olsa, onda baxın, burada belə bir dənə üsul eləyə bilərsiniz. S bərabərdir 0 verirsiniz, S bərabərdir, M bərabərdir nəsə və gəlirsiniz bura, deyirsiniz ki, hər dəfə dövr eləyəndə S-in üstünə 1 gəlsin. Hər dəfə dövr eləyəndə S-in üstünə 1 gəlsin və S-in ən sonda alacağı qiymət onda nə olacaq? Dövrlərin sayı olacaq. İndi bunu yoxlayaq, baxaq görək 9 alınırmı həqiqətən? Bax bu, üçüncü qiymət. 9 alınır. Təbii ki, imtahanda belə bir şey yazıb yoxlama şansımız yoxdur. İmtahanda iş ancaq qalır riyazi biliklərinizə, yəni riyazi olaraq onu özünüz hesablayacaqsınız, tapacaqsınız, diqqətli olacaqsınız. Amma evdə praktik eləyəndə, yəni bunu özünüz yazandan sonra eləsəz, bu sizin üçün əlavə köməkdir. Belə uşaqlar, bu da while dövrü. Çoxlu praktik eləyin, amma burada da bayaq dediyim kimi, necə ki, if-də əsas məntiq blok sxemlərdə gördüyümüz şeylər idi. While dövrü də elə eynən blok sxemlərin kopyasıdır. Birə-bir eynisidir. Və gəlirik for hissəsinə, for dövrünə. İndi uşaqlar, belə deyirik, sadə anlayışlardan başlayacaq, sonra biraz daha çətinlərə doğru gedəcək. Bir dənə A siyahımız olsun, 5 olsun, bunun içində 7 olsun, 12 olsun, 20 olsun, bir dənə 1 olsun. Belə bir siyahımız var. Düşürəm aşağı, deyirəm ki, for I in A. Baxın, bu yazılışın mənası nədir? Bu yazılış deyir ki, I parametri A-nın, A nədir? Siyahı. A-nın içindəki elementləri bir-bir götürəcək. Yaxşı, mən indi bilmək istəyirəm, həqiqətən gedir bir-bir götürürmü? Bax, yəni bu deyir ki, I getsin, əvvəlcə 5-i götürsün, sonra 7-ni götürsün, sonra 12-ni, sonra 20-ni, ən axırda da 1-i. Bunu yoxlamaq istəyirəm. Yoxlamaqdan ötürü sadə bir dənə üsulumuz var. Aşağıya gəlib yazırsam print I. Bunu biraz yuxarı eləyək, buranı da biraz böyüdək və kodu işə salıb baxırsan. Bu while-da qalıb. Yəni bunu dəyişməliyəm. Hə. İndi aşağı hissəyə baxın. 5, 7, 12, 20, 1, 12. Bu şəkildə gedib. 5, 7, 12. Yəni əvvəlcə bunu götürür, çap eləyir, sonra 7-ni çap eləyir, 12-ni, 20-ni. İndi uşaqlar bu mövzumuza aid deyil, əvvəlki mövzularımızda var idi. Bir də əvvəlki hissələri təkrar eləyib, slash t-ni yox da endi göstərmək istəyirəm. Onları yoxlayarsınız özünüz. Bu mövzuya aid olmadığına görə çox üstünə qalmaq istəmirəm. Bax, end yazsaz, bərabər, end bərabər, dırnaq. Belə bir şey yazsaz, bunlar götürüb belə yanmayan yapışdıracaq. Amma belə görüntü yaxşı deyil. Ona görə bax, endin dırnağı var. Ora bir dənə boşluq vursaz, daha səliqəli bir şəkildə göstərəcək. Gördüyünüz kimi. Və 12-ni niyə 2 dəfə çap elədi? Aşağıda nəsə qalıb ola bilsin ki. Hə, burada nəsə qalıb. Aşağıda kod qalıb. Təzədən bir dənə də işə salaq. Hə, indi düzəldi. Oldu indi.
5, 7, 12, 20 və 1. Burada əvvəlcədən yazdığım koda görə. Belə uşaqlar, bax, bu sizə forun mahiyyətini göstərir. Forun mahiyyətini. İndi keçirik digər bir məsələyə. Bu endi yığışdırıram. Bu dediyim kimi əvvəlki dərslərə aid idi. Siz bunun fərqli variantlarını yenə təkrar olsun deyə yoxlaya bilərsiniz özünüz evdə. İndi bunu yığışdırıram və bura belə bir şey eləyəcəm. Kitab yazdım. Kitab. Və kodu işə saldım. Baxın belə. Hər bir bölməyə aid, uşaqlar, hər bir bölməyə aid konkret bir şey yoxdur yəni. Amma alqoritmdən Python ikisi bir yerdə 13 saat belə bu ətrafda fikirləşirlər. 12-14 arası fikirləşirlər. Amma konkret olaraq heç bir yerdə rəsmi olaraq yazılmayıb da ki, məsələn, while-dan, for-dan neçədən düşəcək və ya if-dən neçədən düşəcək. Çünki kodların böyük əksəriyyətinə baxırsan, while da var, içində if də var. Yəni bir dənə sualın içərisində kodun içində while da var, if də var və ya for da var, if də var. Ona görə onsuz da onu o formada saymaq da məntiqli deyil. Bir-birlərinə qarışırlar. Hə, uşaqlar, indi buradan çıxaracağınız nəticə. For vasitəsilə həm siyahıya daxil olub siyahının içindən elementləri çıxardıb çap eləyə bilərsiniz ya da üzərinə nəsə əməliyyat eləyə bilərsiniz. Həmçinin sətrə daxil olub sətrin simvollarını bir-bir götürə bilərsiniz, çap eləyə bilərsiniz ya da ki, üzərində başqa bir əməliyyat eləyə bilərsiniz. İndi uşaqlar, keçirik digər məsələyə. Burada qeyd eləmişəm, range. Range yenə əvvəlki dərsimizə aiddir. Ümid edirəm ki, yaxşı yadınızda qalıb. Range ilə bağlı danışacağım. For, i, in, range, açma itərəcə, 10, 15. 2 nöqtə. Yenə range-in içərisini görə bilək deyə bura print i yazdım. Və işə salıram. Nəticəyə baxırıq. 10, 11, 12, 13, 14. Bu yəqin ki, yadımızdadır da, hə? 10 daxildir, 15 isə daxil deyil. Bax, ona görə də gördüyünüz kimi burada 14-də qalıb. İndi bunu biraz sadələşdirəcəm. Bunu 1 eləyirəm, daha balaca bir aralıq olsun. Bunu da 5 eləyirəm. Kodu işə salıram. 1, 2, 3, 4. Yenə eyni məntiq. Gəlirəm bunu 0 eləyirəm və yenə də 0-dan başlayıb standart qayda ilə çap eləyəcək. Amma Python deyir ki, sən əgər istəsən, bura sadəcə 5 yaz yetərlidir. For i in range 5. Mən özüm onu 0-dan başladacağım. Yəni, baxın, for i in range 5 ilə biraz əvvəl yazdığım 0,5 eyni şeydir. İndi özünüz də nəticəni görürsünüz. Keçirik növbəti məsələyə. For i in range belə eləyəcəm. 10, 22. Bu yadımızdadır, alqoritmdə keçmişdik bunu, danışmışdıq. Addım. Bəli, 2 addımı göstərir. Udemy-də var, bəli, testlərdə var. 10-dan 20-yə qədər, yenə 20 daxil deyil. 20 daxil deyil. Hə. 2 arta gedəcək. Baxırıq nəticəyə. 10, 12, 14, 16, 18 şəklində. Uşaqlar, bir dənə də bu var. Əgər siz buna 20, 10, 2 yazsaz, bir dənə baxın. Bu heç nə tapmadı. Deyir, orada elə bir şey yoxdur axı. 20-dən 10-a qədər 2 hara gedim mən? Heç bir şey tapmadı. Bunun məntiqli olması üçün belə eləyirlər. 20-dən 10-a mənfi 2 addımı ilə tərsdən yazdırırsınız. Addım mənfidir. Yenə 10 daxil deyil də, sağdakı da daxil deyil. Eyni qayda ilə gedir. Bəli, bu dəfə də bəli, 2 çıxa-çıxa gedirik. Hə, range, yadımızdadır range ilə bağlı. Gördük ki, bir problemimiz yoxdur. Lap yaxşı. Əgər kiminsə yadından çıxıbsa, mütləq praktik eləyin. Yadınıza düşsün. Bayaq dediyim şeylərdə, məsələn, dövrə daxil olmaq və s. onları da yoxlayarsınız. Yox, burada yox. Burada addımlarla gedirik. Plus 2, minus 2 və ya heç nə yazmırıqsa, o zaman addım 1 olaraq qəbul olunur. Və blok sxem formasında bəli, işlədiyimiz testlərin elə oxşarlardır. Uşaqlar, İlk 10 natural ədədin cəmini hesaplayan proqram yazın deyir. For və range-dən istifadə edin. Cəm deyirsə, mən bura s bərabərdir 0 yazıram. Və gəlirəm bura for i in
range. Yazıram 1, vergül 11. Niyə 11 yazıram? Onun özündə götürsün deyə. Bir dənə də oxuyaq. İlk 10 natural ədəd. Və gəlirəm bura. S bərabərdir. S plus I yazıram. Kənara çıxıram. Yazıram print S. Bu kənara çıxmalar və s. bunlara əlifinizi öyrəşdirin uşaqlar. Və işə saldıq. Nəticəni verdi bizə. İndi bunu gate formasına saldım. Uşaqlar biz nə öyrənirik? Biz for'u öyrənirik və range ilə bərabər onu öyrənirik. Amma indi bir dənə buna baxın. Tutaq ki, imtahanda while-ını da yaza bilərik. Sadəcə məsələ hal-hazırda biraz fərqlidir axı. For-la bağlı danışırıq, ona görə bunu yazdım. İmtahanda belə bir şey eləmək lazım gəlsə, bir dənə buna baxın. Print, sum, range, aç mötərəzə, 1, A yazdım. 1, 11. İşə salaq. Normalda bəzi hallarda bunu belə göstərəndə uşaqlar deyirlər ki, bunu belə də yaza bilərik. Yəni bunu belə yaza bilərik. Hardasa lazım olar, kod yazanda və s. eləyərsiniz. Amma hal-hazırda eləmirik bunu. Niyə eləmirik? Çünki bizim dərsimiz, mövzumuz nədir? For. For dövrünü öyrənirik. Yəni bir çox şeylərin asan yolu var, asan üsulu var. Onsuz da samı bilirik əvvəlki dərslərdən. Range-i bilirik. Range-in önünə bir dənə sam qoysan, sən bunu əldə eləyəcəksən. Və bunu sildim. İkisini də yazarsınız siz yenə öyrəşmək üçün. Mövzumuz for olsa da. Bunu bir aşağı salaq, tam oxunsun deyə. Bütün 2 rəqəmli natural ədədlərin cəmini hesablayan proqram yazın. Bunu yazmayacağım uşaqlar, özünüz yazarsınız. Sadəcə range-də 2 rəqəmli deyir. Nə yazmalıyıq? 11-dən başlasın. For I in range 11, 100 yazmalıyıq ki, 99 da öz daxilində saxlasın. Mən keçirəm 3-cüyə. Yox, 3-cüyə keçmək istəmirəm. Bütün 2 rəqəm natural ədədlərin cəmini hesablayan. Gəlin belə eləyək biz. 2 rəqəm for və if-i bir yerdə işlətmək istəyirəm. Bu bizə nə deyir? 2 rəqəmli natural ədədlərin cəmini. Mən buna bir dənə belə bir şey əlavə edirəm. Cüt. Şrifti dəyişim. Bütün cüt 2 rəqəmli ədədlərin cəmini hesablayan. İndi uşaqlar, burada mən for və if-i birlikdə istifadə eləmək istəyirəm. S bərabərdir 0 yazıram. Düşürəm aşağı. Yazıram for I in range. Yox, onu yazmaq istəmirəm. O 112-ni yazsam if-ə ehtiyac qalmayacaq. İstəyirəm ki, if-ə də ehtiyac qalsın. For I in range 2 rəqəmli 10, vergül 100, 2 nöqtə, düşdüm aşağı. If-dən də istifadə eləmək istəyirəm. If I böl 2, bəli, bərabər 0 və o zaman S bərabərdir S plus I dedik, kənara çıxdıq, print S yazdıq. Baxın, görək nəsə bir səhv yoxdur ki, 10, 100 dediyimizə görə bütün cüt 2 rəqəmli natural ədədləri götürəcək. Daha doğrusu bütün 2 rəqəmləri götürəcək, if-də cüt olmasını yoxlayacaq, cütdürsə toplayacaq. Bir dənə bunu işə salaq. 2430. Bunu yadda saxlayırıq. İndi o sizin dediyiniz format var, addımdan yazmaq. Ona keçirik. Orada nədir? If-ə artıq ehtiyacımız yoxdur. Bunu da sola çəkdik. Bir dənə bura vergül yazdıq. 2 yazdıq və 2430 idi. Təzədən işə saldıq və eyni şey yazdıq. 2 dənə if-də bəli. Bərabərliyə yoxlayanda 2 dənə yazırıq. Qaydadır. O Python-un sintaksisidir. Ona müdaxilə edə bilmirik. Nədirsə o formada yazmalıyıq. Və uşaqlar, Müəllim, imtahanda bir dənə yazsa problemdir. əgər o səhvi bir neçə yerdə təkrarlasaq, o zaman bal çıxa bilərlər. Amma belə çətin tapşırıqlarda gözdən qaça bilər və s. 2 nöqtə qoymaya bilərik. Çətin tapşırıqlarda ona göz yumurlar. Yəni hər şeyi düz yazmısan, amma bərabəri 2 dənə yazmaq əvəzinə bir dənə yazmısan və ya tutaq ki,
hansısa while-da şərti yazıb 2 nöqtəni qoymağı yaddan çıxartmısan, ona görə bal kəsmirlər. Amma Səhv yenə də etmirəm. məsələ bəli. Abituriyent jurnalında qeyd olunmuşdu. Deyəsən problem eləmirlər. Hə. Amma məsələ o deyil də. Yəni sən başda kodu yazmağa, deyək ki, onsuz da 2 nöqtəyə baxmırlar. Bütün elə səhvlərin hamısını yaza-yaza get. O başqa məsələdir. Orada artıq hamısı üst-üstə yığılanda nəzərə alacaqlar. Yəni ona arxayın olmaq olmaz və sənin abituriyent jurnalında gördüyün şey meyarlardır. Meyarlar hansısa bir test üçün konkret olaraq nəzərdə tutulmuş və ya hansısa bir il üçün nəzərdə tutulmuş yoxlama qaydalarıdır. Keçən il meyarlarda 2 nöqtə, məsələn, bərabərliyin bir dənə yazılması səhv kimi nəzərə alınmır desə də, bu il necə olacağını bilmirik. Meyarlar hər il təzələnir. Hər il qaydaların üzərində işləyirlər. Amma dediyim kimi, çox güman ki, bu ildə eyni olacaq. Sadəcə belə bir şey ola bilər ki, uzun bir kod var, götürüb yazmışam. Hər yerdə 2 bərabərin yerinə 1 yazmışam, heç yerdə 2 nöqtəni qoymamışam. Misal üçün, normalda kiçikdir, bərabərdir, belə yazmalıyam, götürüb riyaziyyatdakı kimi yazmışam. Onları üst-üstə gətirəndə təbii ki, orada artıq bal çıxmalıdırlar. Bu demək ki, sən Python'ın sintaksisini ümumiyyətlə bilmirsən. Oldu mənim çox sağ ol. Ona görə mümkün qədər çalışmalıyıq ki, hər şeyi düzgün yazaq. Onda belə deyim, rahat bir formada həll etmək olur. Əgər hər birimiz çalışsaq ki, birinci növbədə kodu kompüterdə və ya telefonda yazaq, sonra da götürüb eyni şeyi dəftərdə yazaq, vərəqdə yazaq. Bir yerdən sonra əlimiz öyrəşəcək, elə xırda şeylər problem olmayacaq artıq bizim üçün. Və uşaqlar, davam edirik. Burada deyir ki, 5-ə tam bölünən 2 rəqəmli natural ədədlərin cəmi elə 2-yə bölünənin eynidir. Amma for, rent, if ilə yazarsınız, if-siz yazarsınız. Bu məşq eləmək üçündür, qaldı özünüzə. A siyahısı verib, siyahının elementləri cəmini hesaplayan kod yazın, deyir. Bunu əslində mən sizə göstərmişəm. Baxaq, yuxarıda nəsə qalan kod var, yoxdur. Hər şeyi silmişəmmi? Silmişəm. Deməli, uşaqlar, elə bunun üzərində bir analiz eləyək. Baxın. Deyir ki, siyahının elementləri cəmini hesaplayan kod yazın. Bunu birinci, ilk olaraq sadə formatını yazacağım. Dəyişikləri apardım. Bir dənə baxaq görək, nəsə xəta vermir ki, vermir. Hər şey qaydasındadır. İndi buna baxın. Burada proses necə gedir? For i in a. I, A-nın içindəki elementləri bir-bir götürəcək. Gəlir 5-i götürür. Burada cüt elementlər deyirdi, yoxsa? Cüt elementlər demir. Yəqin ki, sonra əvvəlki qrupda üzərində dəyişiklik eləmişik. Bütün elementləri deyir. Bir dənə də qayıdın məsələyə. Siyahının elementləri cəmini hesaplayan kod yazın deyir. Sadəcə elementləri cəmini hesaplayan kod. İndi baxırıq uşaqlar. Bax, S0 standart. Bu A siyahımızdır. For i in A yazdıq. S bərabərdir S plus i yazdıq. Yəni i gedir 5-i götürür. Düşdü aşağı topladıq. 8-i götürdü. Yəni ardıcıllıqla gedirik belə. 8-i götürdü, topladıq. 1-i götürdü, topladıq. Bu qayda ilə gedirik. Deməli, buradan alacaq 10, 13, buradan 21, 22, 27. Bu şəkildə. İndi keçirik digər bir məsələyə. Çox önəmli bir məsələyə. Buradan bu hissəni yığışdırıram. Gəlirəm bura. Buradan da A-nı silirəm. For, i, in, rent, aç mötərəzə, len, A yazıram. Əgər biz indekslərlə işləmək istəyiriksə, istifadə elədiyimiz üsul budur. Bu zaman biz indekslərə görə elementlərin üzərində işləyə bilirik. İndi baxın uşaqlar. Bu formada bir şey görən kimi bilməlisiniz ki, indekslərə müraciət edə bilərsiniz. Len A 1, 2, 3, 4, 5, 6. Bu bizə verir 6. İndi indekslərə baxın. 0, 1, 2, 3, 4, 5. Yəni, baxın, for i in range len A olanda burada 6 dayanır və i-nin qiymətləri 0, 1, 2, 3, 4, 5 olur. 6 daxil deyil axı. Və bu aldığınız ədədlər birbaşa yuxarıdakı siyahının elementlərinin indekslərini verir. Demək istədiyim şey nədir?
Sən Lenanı yazan kimi avtomatik indeksləri alırsan. Yəni burada 15 dənə ədəd var, 8 dənə ədəd var. Hər dəfə oturub bunu saymağa ehtiyac yoxdur. Neçə dənə ədəd olursa olsun, sən for i, in, range, lena yazan kimi indekslər avtomatik formalaşır. Saymağımıza ehtiyac yoxdur. Test işləyəndə də bunu gördünüz, bilin ki, söhbət bunun indekslərindən gedir. Da say neçədir və s. heç bir şeylə vaxt dirməyinə dəyməz. Və indi uşaqlar gəlirəm bura. Mən bunun hamısını toplamaq istəyirəm, amma indekslərə görə müraciət edəcəm. S plus nə yazmalıyam? İndekslərə görə götürmək istəyirəm. Elementləri cəmləmək istəyirəm. I yazsam indeksləri cəmləyəcək. Bəli. A kvadrat mötərizədə I yazmalıyam. Yaxşı, bunun məntiqi nədir? I-nin ilk qiyməti 0 deyildi. Əvvəlki dərslər A0 nədir? 5. Sonraki qiymət A1, sonraki qiymət A2, A3. Belə gedəcək. Nəticə 27 idi. Baxırıq. Belə. Buna bir diqqətlə baxın. Kim nəyə başa düşmədi soruşsun. Önəmlidir. Xüsusən kod yazanda. Və təbii ki, məsələn, dimdəki sualları sürətli işləmək üçün bu sizə lazımdır. Yaxşı, uşaqlar, indi bir dənə bunu səhv eləyək. I-nin yerinə 3 yazsaq, I-nin yerinə niyə 3 yazırıq ki? Hə, bunu yazsaq. O məntiqli olmaz axı. Bu həmişə gəlib burada plus 4, plus 4, plus 4, plus 4 eləyə gedəcək. Burada A3 yazsam. Neçə dənə dövr var burada? Ümumi 6 dənə dövr var. 6 dənə dövr varsa A3 nədir? 4. 6 vur 4 nə edir? 24. Belə bir şey verəcək. Yəni test olaraq işləmək olar. Amma belə praktik olaraq yəni buna məsələn bayaqki kimi i yazanda bunun mənası nə edir, riyazi mənası? Siyahının bütün elementlərini toplamaq. Amma bura 3 yazanda artıq nə olur? 6 dəfə 3-cü elementi təkrar toplamaq. Yəni bunun əvəzinə biz bu dövrü qurmarıq, heç ümumiyyətlə yazarıq print A3 vurulsun 6. Bu şəkildə. İndi uşaqlar gəlin bir dənə burada səhv eləyək. Tutaq ki, mən bu formada foru yazmışam, elementləri toplamaq istəyirəm. Səhvən bura i yazdım. Bayaq kim yazmışdı? Mehriban yazmışdı. Bax bu formada. O zaman bu 6, 5, 4, 3, 2, 1, 0 var. Bunları toplayacaq. Bu təbii ki, bizim istədiyimiz bir şey deyildi də. Amma bu səhvi də eləmək lazımdır ki, yadınızda daha möhkəm qalsın. Və düzgün formatına qaytardıq. Təzədən bir dənə də işə saldıq. Bizim istədiyimiz nəticədir. İndi uşaqlar, bunu silirəm. Bunu da silirəm. Təsəvvür edin ki, belə bir şey deyir bizə. Bu siyahını verib, deyir ki, cüt indeksli elementlərin cəmi. Bunu tapmalıyıq. Cüt indeksli elementlərin cəmi. İndeksi cüt olan. Yəni if yazmalıyıq deyirsiniz. Yaxşı, başladıq. If'in qabağına nə yazırıq? İndi i bölü 2, a bölü 2. Cüt indeks nədir? I indeksdir. Hə, bəli, bəli. I indeksdir. Ona görə i böl 2 bərabər 0. Bunda nə etməliyəm? Yəni tabından çəkdim sağa. Yox, onu istəmirəm də if istifadə etmək istəyirəm. Olar, yəni Lenin içində də yazmaq olar. Amma if istifadə etmək istəyirəm. If ilə foru bir yerdə istifadə edək deyə. A-yı böl 2 yazsaq, o cüt elementlərin cəmi olacaq. Cüt indeksli, yəni indeksi cüt olan elementlərin cəmini istəyir o bizdən. Yəni normalda bu i indeksdir. Bu a kvadrat mötərizədə i yazdığım elementdir. Element. İndi gəlin baxaq görək, belə olsa bu nəyi toplamalıdır? Hə,
sıfır cütdür, təkdir. O riyaziyyatın problemidir. O bizi maraqlandırmır. Amma normalda bu tip məsələlərdə biz sıfırıncı indeksi götürürük. Biz götürürük. Pythonda götürürük çünki. Da o sıfır cütdür, təkdir, riyaziyyatda nədir? O bizi maraqlandırmır. Belə bir şey varsa, buradakı kimi i bölü 2 bərabər 0 yazmışıqsa, sıfırıncı indeksi götürəcəksiniz. Yəni belə eləyir. Buradan götürür 5-i, buradan götürür 1-i, buradan götürür 6-nı. Və bunları toplayır. Nə olmalıdır burada? 12 olmalıdır. Hə? Bir dənə yoxlayaq görək hər şeyi düz yazmışıqmı? Belə. 12. İndi uşaqlar, indi burada müxtəlif cavablar verdiniz də. A bölü 2 dediniz və s. A bölü 2 olmaz. Çünki A siyahımızdır. AI bölü 2 olsa cüt elementlərin cəmi olacaq. Amma mənim burada istədiyim şey cüt indeksli elementlərin cəmi idi. O bizim üçün maraqlı deyil uşaqlar. O riyaziyyatda nə istəyirsiniz deyin. Cütdür, təkdir, heç önəmli deyil. Yəni necə istəyirsiniz yanaşın. Bizdə əsas məsələ nədir? Python nə götürür? Python bunu da götürür. Gördünüz onsuz da. Python bunu da götürür. Bunu bir özünüz yazarsınız. Və səhv olan variantlarını da yazarsınız. Misal üçün burada i-nin yerində AI bölü 2 yazarsınız. O zaman 8-i 4-ü 6-nı toplayacaq. Len A-nın yanına 2 yazsaq, bəli, addım olar. Yox. Addım olsun, belə yazaq. 0 Len A bayaqçına oxşar formada olsun, hə? Belə. 0 Len A 2 şəklində. O tamam başqa şeydir. Bu dediyimizə aid bir şey deyil. Mən burada if istifadə etmək istəyirdim. Ona görə belə yazdım. Bu vəziyyətdə olsa, bu yenə bu 5-i, bu 1-i, bu 6-nı toplayacaq. Amma o zaman artıq if-ə ehtiyacımız qalmayacaq. Gəlin bunu qırmızı ilə yazdıqlarımızı silək. Bunu buradan if-i də çıxardaq da if artıq məntiqli deyil də burada if-i saxlamaq. Onu da sola doğru çəkək və işə salaq. Belə, yenə 12-ni verdi. Amma artıq orada if-ə ehtiyacımız qalmadı. İflik bir şey qalmadı. Bu da belə uşaqlar. Bunu da silirəm. Bunun müxtəlif variantlarını bura 0 yazmadan 2-ni başa düşmür. Lena virgül 2 0 verdi. Niyə 0 verdi? Bunu belə başa düşürdü. 6-dan 2, 6-dan 2 heç nə yoxdur axı. Yəni burada 2 dənə parametr olanda nə olur? Bu başlanğıc olur. Bu da son olur. Mən 0 yazdım ki, 3 dənə parametr olsun da burada. Belə. Bu başlanğıc, bu son, bu da addım. Yox, len içində yox. Len nəyinsə bir şeyin uzunluğunu tapmaqdır. Budur 3 parametr olan variant. Belə. Başlanğıc, son, addım. Lenin içinə heç nə yazmırıq. Lenin içinə A yazmışıq da. Deyirik ki, get bunun uzunluğunu tap. Lenin içinə heç nə yazmırıq. Yəni elə A yazırıq. Buradakı məqsədimizə uyğun olan budur. Və uşaqlar, gəldik bu 5-ci məsələyə. Siyahının cüt elementləri cəmini hesaplayan kod yazın da bu asandır, onsuz da o tiplərin hamısına baxdıq. Bu qaldı öz-üzə. Və salam uşaqlar, bu da for idi. Yəni düşünürəm ki, çox belə çətin bir şey yoxdur. Udemy'yə də bir baxsaq, burada göstərdiklərimi, Udemy'də olanları da bir də təkrarən yazsaq, o zaman sonra da testlərlə təkmilləşdirsəz, o zaman bir problem qalmayacaq. Videonu saxlayıram. Çox uzun bir video olmasın ki, baxanda yorulmayasınız.